Bir müəllim başqa bir kursda da işləmək istəyirsə, bunun nə problemi ola bilər? Burada belə deyil. Biz buna ümumiyyətlə qarşıyıq. Bunun nə problemi ola bilər deyəndə ki, bizim saydığımız 5 dənə sütunlardan birisi avtomatik olaraq başqa bir şeydə həmin sütunun üstünə dayandığını düşünün. Amma bizim tikdiyimiz bu modelə uyğun deyil deyə fikirləşək. Çünki yəni modelinizə zərər gələr deyə. Modelimizə zərər gəlir yox. Qurduğumuz model riski olar deyə. Yəni know-how deyirik biz buna. Bizim ortada qurduğumuz bir bilik, bacarıq modeli var. Öyrəndiyimiz, insanlar öyrətdiyimiz bir model var. Çünki Azərbaycanda bizdən əvvəl bu kimi model yox idi. Bizdən sonra fərqli modellər oldu. Amma biz öz qurduğumuz təcrübəni qorumaq üçün bu bəzi konfidensial məlumatlar var ki, onları da çölə çıxmağını da istəmirik. Kurikulumu necə dizayn edirik, kurikuluma necə yanaşırıq, tələbəyə necə yanaşırıq, təhsil müddətində müəllim-tələbə münasibəti necə olmalıdır. Öyrətdiyimiz hər bir şey bizə xas olan şeylərdir və bunu başqa yerdən öyrənərək tətbiq etməmişik. Dünyanı görərək, təcrübə qazanaraq bunları yaratmışıq. Ona görə də bunu başqa bir tərəfə çıxmağının da qabağını da minimum olaraq belə almağa çalışırıq.